Deməli, həmcins üzvlər nədir? Gəlin əvvəlcə tanış olaq ki, deyəndə, çəkilmiş. Həmcins üzvlər nədir? Həmcins üzvlərin əvvəlcə gəlin biz bunun tərifi ilə tanış olaq. Cümlədə eyni suala cavab verən, eyni suala cavab verən və eyni cümlə üzvündən əlaqələnən, eyni cümlə üzvü ilə əlaqələnən bərabər hüquqlu üzvlərdir. Bərabər hüquqlu üzvlərdir. Elə bu tərifin içində həmcins üzvlərin qaydalarını da çıxartmaq olar. Yəni, həmcins üzvlər, bax, altına xətt çəkirəm, nə etməlidirlər? Eyni suala cavab verməlidirlər, bu sənin birinci qaydandır. Və ikinci qayda olaraq da götürmək olar ki, eyni cümlə üzvü ilə əlaqələnməlidirlər. Həmcins üzv axtararkən bu ikisinə diqqət eləmək lazımdır. Eyni sual çıxartmalısan sözlərdən və baxmalısan ki, eyni suala cavab verən sözlər gedib cümlədə eyni cümlə üzvündən əlaqəyə girirlər. İkisi də mübtəda ilə, ikisi də eyni xəbərlə, ikisi də eyni tamamlıqla, ikisi də eyni zərfliklə. Başqa cümlə üzvlərinə əlaqə yaradanda onları biz həmcins saya bilmirik. Nümunələrdə indi baxacaq hamısına. Deməli, həmcins üzvlər tabeçilik bağlayıcıları da bunları bağlaya bilər. Tabeçilik bağlayıcıları yəqin ki, yadımızdadır. Birləşdirmə, bölüşdürmə, qarşılaşdırma və s. Həmin bağlayıcılarla da bir-birinə bağlana bilər və sadəcə intonasiya ilə də bağlana bilər. Tabellik bağlayıcıları həmcins üzvləri bağlaya bilməz. Yalnız hansılar bağlaya bilər? Tabeçilik bağlayıcıları. Tabesizlik bağlayıcısı bağlaya bilər bunları. İntonasiya yəni heç nəsə. Bağlayıcısız. Bağlayıcıları. Bir də intonasiya. İntonasiya deməkdir ki, bağlayıcı yoxdur. Sən onları intonasiya ilə bir-birinə heç nəsiz qoşursan. İntonasiya bağlaya bilər. Bağlaya bilər. Bütün cümlə üzvləri həmcins ola bilər. Mübtəda da, xəbərdə, təyin də, tamamlıq da, zərflik də. Beşi də bunların həmcinslik yarada bilər. Gəl indi nümunələrə baxaq. Deyirik ki, meşələr, dağlar, dərələr, hər tərəf duman içində idi. Yox, burada dəyişir. Dərələr duman içində idi. Duman içində idi. İndi gəl, birinci qayda nədir? Eyni suala cavab verən sözlər tapmaq. Bax, duman içində idi. Bu sənin xəbərin. Düzdür? Hara meşələr, hara dağlar, hara dərələr. 3 dənə hara sualı çıxartdın. İndi bunlara fikir vermək lazımdır ki, üçü də eyni xəbərlə əlaqədədir. Zaten cümlədə bir dənə xəbər var. Ona görə hamısı da elə ondan əlaqə yaradır. İkinci xəbər yoxdur axı ki, hansısa getsin ikinci xəbərə tabi olsun. Üçü də eyni xəbərlə əlaqədədir və üçü də hara sualına cavab verirsə deməli nədir? Mübtədalar həmcinsdir. Birini də yazaq. Deyir ki, nümunəyə baxaq. Deyir ki, yeni çap olunmuş qəzetlər, köhnə dəftərlər, nə bilim, jurnallar, yeni çap olunmuş, nəşr edilən jurnallar, məsəl üçün, stolun üstündə idi. Stolun üstündə idi, üçüncü növünə ifadə olunan xəbərdir, ayırmaq olmaz. Düzdürmü? Stolun üstündə idi. Nə? Qəzetlər. Nə? Dəftərlər. Nə? Jurnallar. 3 dənə nə sual çıxartdın? Nə? Düzdürmü? İndi gəl baxaq görək. Qəzetlər stolun üstündə idi. Dəftərlər stolun üstündə idi. Jurnallar stolun üstündə idi. Üçü də eyni xəbərlə əlaqədədir. Deməli, bunlar nədir? Mübtədanın həmcinsliyidir. İndi gəl elə mübtədalar yazaq ki, mürəkkəb cümlədə olsun.
mürəkkəb cümlədə olsun və hər birinin ayrı xəbəri olsun. Bu zaman həmcinslik götürəcəkmi? Baxaq. Məsəl üçün deyirəm ki, Akif dərsi danışır. Arif dinləmir. İndi baxaq. Dərsi danışır. Kim? Akif, düzdürmü? Kim? Dinləmir. Kim? Arif. 2 dənə kim sualı çıxdı. Deyə bilərəm ki, bu mübtədalar həmcins. Deyənmərsən. Çünki Akif dərsi danışır, başqa iş görür. Arif də dinləmir. Eyni sual çıxdı, amma ikincini ödəmir. Deyir, eyni cümlə üzvündən əlaqələnsin. Eyni cümlə üzvündən əlaqələnmir. Bu birinci xəbərlə əlaqələnir. İkinci mübtəda ikinci xəbərlə əlaqələnir. Başqa işləri görən mübtədalar, başqa məsəl üçün hərəkəti icra edən mübtədaları sən həmcins götürə bilmirsən. Burada mübtədaların həmcinsliyi yoxdur. Mübtədalar həmcins deyil. Həmcins deyil. Səbəb nədir? Başqa xəbərlərlə əlaqələndiklərinə görə. İndi ikinciyə baxaq. Olsun nə? Xəbərinki. Deyirəm ki, ya imtahanda yaxşı yazacaq. Ya da gərək evə gəlməsin. Bu günlərdə siz evə gəlməsin. Ya bu cümləyə baxaq. Eyni suala cavab verən mübtədalar, xəbərlərə baxaq. Deyirəm ki, yazacaq, nə edəcək, deyəsiniz ki, gəlməsin, nə etməsin. Deyəsiniz, müəllim, nə edəcəklə nə etməsin, eyni deyil axı. Siz kökünə baxın da, burada da nə et var, burada da nə et var. Yaxşı, şəkilçilərə çox takılmayaq burada. Yazacaq, nə edəcək, gəlməsin, nə etməsin. Qulaq as. Nə yaxşı yazacaq, kim? Mübtəda yoxdur, bərpa elə. Kim? O. Yoxdur, bərpa eləmək olar da. Yaxşı yazacaq. Kim? O yazacaq. Sən qoya bilərsən? Yox, qoyanmarsan. Çünki burada şəxs sonluğu yoxdur, o da üçüncü şəxs tələb edir. Evə gəlməsin. Kim? O. Bu da gəlir buna. Sənin qoyduğun o mübtədası iki xəbərin ikisində ödəyir. Yazacaq. Nə eləyəcək? O. Gəlməsin. Kim? O. Sənin bərpa etdiyin mübtədiyə aiddirsə, artıq bu nə edin müxtəlif formasına cavab verən xəbərlər. Deyirsən, xəbərlər həmcinsdir. Biraz daha sadə cümlə yazaq. Xəbərlər həmcinsdir. Sonra, baxaq, burada kitabda nə veriblər? Deyir ki, əlvan, buludlar gah seyrəlir, gah sıxlaşır. Ya baxaq. Gah sıxlaşır. Eyni suala cavab verən cümlə üzvlərinə baxaq. Seyrəlir hansı suala cavab verir? Nə edir? Düzdür, seyrəlir. Sıxlaşır hansı suala cavab verir? Nə edir? İndi ki, bu nə edir suallarını əlaqələndiyi üzvü tapaq. Seyrəlir nə? Buludlar. Düzdür? Sıxlaşır nə? Buludlar. İkisi də nə sualına cavab verən mübtədəyə tabedir. Bir mübtəda iki işi görür. Həmin işlər bir-birinə qarşılıqda nədir? Həmcins xəbərlərdir. Təkcə mübtəda ilə xəbər həmcins ola bilir? Hamısı ola bilir, nümunə deyəcəm. İndi gəl baxaq, birində baxaq. Deyirəm ki, onlar çoxlu kitab oxumuşdular. İmtahanı da yaxşı verdilər. İmtahanı da yaxşı verdilər. Suallar da Əli və Ninodan düşmüşdü. Yaxşı verdilər. Gəl baxaq. Oxumuşdular. Nə etmişdilər? Düzdür? Sual nədir? Nə etmişdilər? İndi bunun aid olduğu üzv tapaq. Kim? Kim? Onlar. Düzdür? Verdilər. Nə etdilər? Nə etdilər?
Yenə nə etdilər sual çıxdı. Gördün? Kim? Onlar. Onlar həm oxudular, həm imtahan verdilər. 2 dənə xəbər eyni mübtədəyə tabedir. Bu zaman nə yaranır? Xəbərlərin həmcinsliyi yaranır. Deyirsən ki, yenə bunlar nədirlər? Həmcins xəbərlərdirlər. İndi gəl mübtədədə burada yazdığım nümunə kimi elə xəbər yazaq ki, hərəsinin öz mübtədası olsun və baxaq orada həmcinslik yaranır. Məsəl üçün deyə bilərik ki, yağış getdikcə bərkiyir, ildırımın səsi qulağı batırırdı. İndi baxaq. Qulağı batıran nədir? İldırımın səsi, düzdür? Qulağı batırırdı. Sual verək, nə edirdi? Nə edirdi? Qulağı batırırdı. Nə batırırdı qulağı? İldırımın səsi. Bu da bunun mübtədasıdır. Bərkiyir, nə edir? Düzdürmü? Bərkiyir, nə edir sualı çıxdı. Burada da nə edirdi? Eyni şeydir. Bərkiyən nədir bəs? Yağışdır. Düzdürmü? Bərkiyir nə? Yağış. Burada fikir verəsi olsan, bərkiyir nə edir? Qulağı batırır nə edir? İkisi də eyni sualı çıxdı. Amma bərkiyən yağışdır. Qulağı batıran ildırımın səsidir. Hərəsi başqa-başqa mübtədəyə tabedir. Bu zaman xəbərlərin həmcinsliyi yaranmır. Xəbərin həmcinsliyi neynəmir? Yaranmır. Aydın oldu. İndi gəl tamamlığa baxaq. Deyək ki, buradan yazaq. Çox aldanma. Bu dünyanın vəfasına, sarayların səfasına, bu dünyanın vəfasına, sarayların nəyinə? Səfasına. Burada həm də nə var? İnversiya var. Görsən, xəbər hara gəlib çıxıb cümlənin ortasına. İndi, fərqi yoxdur, oradan sual verəcək. Aldanma xəbərdir. Nə etmə sualına cavab verir. O bizə maraqlı deyil. Əsas burada eyni sual tapmalıyıq. Aldanma. Nəyə? Dünyanın vəfasına. Nəyə? Sarayların səfasına. 2 dənə nəyə sualını çıxartdın? Bəli. Aldanma. Nəyə? Nəyə? İndi müəyyənləşdirmək lazımdır ki, bu tamamlıqlar eyni xəbərlənmi əlaqədədir? Dünyanın vəfasına aldanma. Görsənmi? Aldanma. Nəyə? Dünyanın vəfasına. Sarayların səfasına aldanma. İkisi də eyni xəbərlə əlaqədədir. Bu da, bu da. Deməli nə var? Tamamlıq. Nədir? Həmcinsdir. Tamamlıq həmcinsdir. Sonra başqasını yazaq. Deyir ki, küçənin ayağında su, şərbət, ayran, müxtəlif içkilər, satılırdı. Yox, satırdılar yazaq ki, tamamlıq olsun da. Satırdılar. İndi baxaq. Satırdılar. Nəyi? Suyu. Nəyi? Şərbəti. Nəyi? Ayranı. İndi deyəsiniz ki, nə də demək olar da? Hə, satırdılar. Nə? Olar. Amma bu qeyri-müəyyən təsirlik hal olduğuna görə nə sualı, nəyi sualı da deyilə bilər. Deyilməsə adlı hal olar. Deyilirsə təsirlik haldır. Yadınıza gələn nətər ayırırdıq. Satırdılar. Nə? Su. Nəyi? Suyu. Satırdılar. Nə? Şərbət. Nəyi? Şərbəti. Satırdılar ayranı. Satırdılar içkiləri. Düzdürmü? 4 dənə söz nəyi sualına cavab verir. 4 dənə söz. İndi 4 dənə nəyi sual tapmışıq. Baxmaq lazımdır ki, eyni xəbərlə əlaqədədir. Zaten xəbər cümlədə bir dənədir. Başqasıyla əlaqəyə girə bilməz. Zaten bir dənə olduğuna görə. Hamısı satırdılar. Xəbərinlə əlaqələnir. Özdə hansı tabellik əlaqəsindən? Uzlaşma. Hal şəkilçiləri hansındaydı? Tamamlıq. Hal şəkilçiləri hansı tabellik əlaqəsini yaradır? İdarə əlaqəsindən hamısı eyni xəbərə tabedirlər. Deməli nədir? Tamamlıq həmcinsdir. Çatdı. İndi gəl elə tamamlıqlar yazaq ki,
Yanaşı gəlsinlər, eyni xəbərlə əlaqələnsinlər. Amma həmcins olmasınlar. Məsələn, deyir ki, anam bizim üçün yemək bişirir. Birində yazır. Deyirəm, nənəm atamla bizim üçün, ya mənim üçün olsun, mənim üçün pul nağardı, istədi. Sonra Ceyhunu hazırlığa qoydular. Ceyhun da dərsə qulaq asmadı. Gəl baxaq. Bişirir nəyi? Yeməyi. Kim üçün? Bizim üçün. Fikir ver. Bizim üçün bişirir, yeməyi bişirir. İkisi də bişirirlə əlaqəlidir. Amma suallara bax. Kim üçün? Nə üçün? Bəli, bu qoşmalı sözdür. Nəyi bişirir və yaxud nə bişirir? Yeməyi. Kim üçün? Nəyi? İki dənə tamamlıqdır yanaşı gələn. İkisi də eyni xəbərlə əlaqəlidir. Amma həmcinsdirmi? Xeyr, sualları fərqlidir. İndi buna baxaq. İstədi, nəyi, pulu, kim üçün, mənim üçün, kimdən, atamla. 3 dənə tamamlıq gəlib yanaşı. Amma həmcinsdirmi? Xeyr, çünki burada kimdən sualı çıxır? Buradan kim üçün sualı çıxır? Buradan isə nəyi sualı çıxır? 3 dənə tamamlıqdır yanaşı gəlib. Eyni xəbərə tabiçilikdir. Var, amma hər birinin fərqli sualı olduğuna görə nə olur? Həmcinslik yaranmır. İndi burada nə yazırıq? Tamamlıqlar həmcins deyil. Özdə yadınıza gəlirmi? Demişdik, həmcins olmayanların arasında vergül qoyulmur. Bax, görsən qoymamışam. Həmcins olanların arasında vergül qoyulur. Bax, burada qoymuşam. O da yadınızdadır mı? Bu təyinə də aid idi. İndi nə deyək? İndi deyək təyini. Deyir ki, bu gənc və sürətli oğlan idi. Özdə burada da vergül olmalıdır. Oğlan idi. Oğlan idi. Kim? Bu. Necə oğlan idi? Sürətli. Necə oğlan idi? Gənc. Burada tamamlığı bitirmişik, artıq təyinə keçmişik. Bax, suallara bax, necə? Burada da necə? Həmcins. Gənc oğlan, sürətli oğlan. Nəyin həmcinsliyi idi? Xəbər. Təyinin. Xəbər aydın. Təyinin həmcinsliyi yaranır. Başqa təyinin həmcinsliyi nümunə deyək. Deyir ki, üzünə yenicə ülgüc dəymiş uzun boy boyundan başqa heç bir yeri inkişaf eləməyən, yəni başı balaca, suyu şirin, bir oğlan açdı. Bir oğlan qapını açdı. Bir oğlan qapını neynədi? Açdı. Bu cümləyə baxaq görək. Açdı. Nəyi? Qapını. Kim? Oğlan. Hansı oğlan? Üzünə yenicə ülgüc dəymiş, uzun boy və suyu şirin. Gördünmü? İndi suallarına baxaq. Necə oğlan? Üzünə yenicə ülgüc dəymiş. Hansı sual çıxartdın? Necə? Bax, bunun hamısı xəttədiyim hamısı necə sualdır. Necə oğlan? Uzun boy oğlan. Düzdür? Necə oğlan? Suyu şirin oğlan. Deməli, burada 3 dənə necə sualı var. Üzünə ülgüc dəyən oğlan, uzun boy oğlan və suyu şirin oğlan. Üçü də oğlan mübtədasına aiddir. Düzdürmü? Oğlan mübtədasına aidsə təyinlər nədir? Həmcinsdir. İndi elə təyinlər yazaq ki, eyni suala cavab verir. Amma həmcinslik olmaz. Məsələn, cümlənin davamını dəyişək mi? Dəyişək. Cümləni elə yazaq ki, üzünə yenicə ülgüc dəymiş, uzun boy, oğlan, qapını açdı, küçədə qara geyimli tanımadığı
tanımadığı kişini gördü. Belə bir cümlə yazaq. Yəni, baxaq. Qulaq as. Deyir ki, hansı oğlan üzünə yenicə ülgüz dəymiş və yaxud necə oğlan, fərqi yoxdur. Necə oğlan, uzun boy oğlan. Düzdür, buna gəlib ikisi bunlara tabidir. Uzun boyla üzünə yenicə ülgüz dəyən. İndi buna baxaq. Gördü. Kimi? Kişini. Hansı kişini? Tanımadığı kişini. Necə kişini? Hansı tanımadığı? Daha doğrusu hansı kişini? Qara geyimli kişini. İndi burada bir dənə də qara geyimli təyin rolundadır. Tanımadığı sözdə təyin rolundadır. Bu iki təyinlə həmcəslik yarada bilər, yarada bilməz. Çünki qara geyimli təyini kişi sözünə aiddir. Tanımadığı da kişi sözünə aiddir. Kişinin mübtədaları, kişinin təyinləri, oğlanın təyinlərlə həmcəslik yarada bilməz. Çünki bunlar başqa-başqa cümlə üzvlərinə aiddirlər. Başa düşdük? Amma oğlana tabe olan, üzünə yenicə ülgüz dəymiş və uzun boy bir-birinin arasında həmcinslik yaradır. Çünki iki dənədir, ikisi də oğlana tabedir. Və qara geyimli ilə də tanımadığı təyini bir-birinin arasında həmcinslik yaradır. Bunlar da kişiyə aiddir. Amma bir-birinə qarşılıqda həmcinslik yoxdur. Çatdırır, nə deyirəm? Qaldı zərfliyə, eləmi? Zərfliyə də baxaq. Bir dənə cümlə deyək. Deyir ki, yeni çıxan qəzeti kəndlərdə, Ceyhungilin məktəbində, şəhərdə, qəsəbələrdə maraqla oxuyurdular. Maraqla oxuyurdular. İndi baxaq. Oxuyurdular nədir? Sənin xəbərindir. Düzdürmü? Harda? Kəndlərdə. Harda? Şəhərdə. Harda? Qəsəbələrdə. Düzdürmü? 3 dənə nə sual çıxartdın? Harada. Burada nə çıxartdın? Harada. Burada nə çıxartdın? Harada. İndi baxaq görək. Kəndlərdə oxuyurdular, qəsəbədə oxuyurdular, şəhərdə oxuyurdular. Üçü də nəyə tabedir? Oxuyurdular. Deməli, burada nə yaranır? Yer zərfliyinin həmcinsliyi. İndi burada bir dənə də zərflik var. Gəl baxaq. Necə oxuyurdular? Necə oxuyurdular? Maraqla. Bu da zərflikdir. Burada da təyin işarəsini qoymuşuq. Necə oxuyurdular? Maraqla. Amma buradakı zərflik necə sualına cavab verir? Gəlib bunlarla həmcinslik yarada bilər? Xeyr. Çünki bu necə sualına cavab verən tərzi hərəkət zərfliyidir. O biri isə yer zərfliyidir. Sonra